Bazı sual verir və soruşur. Deyir, bir qadın uşaq dünyaya gətirəndə əməliyyat pulu olmadığından həkimlər deyirlər ki, gözləyin, özü olacaqdır. Bir neçə gün deyir, gözləyirlər. Sonra isə xəstəxanada olduğu müddətdə qadının yaşı çox olduğundan daviliniyası qalxır, uşaq ölür. Buna görə həkimlər məsuliyyət daşıyırmı? İkinci isə sual odur ki, uşağı belə çıxardırlar, içindən doğrayıb. Həmin uşağa elə beləsinə ağacıya büküb bastırılır. Və soruşur ki, bacı yuyulmalı idimi o uşaq, yoxsa yox? Birincisi, əlbəttə, əgərlərim həkimlər səbəb olublarsa buna və bildikləri halda əməliyyat eləməyiblərsə vaxtında, əlbəttə Allah qatında, Allah dərgahında cavab verəcəklər. Allah daha doğrusunu bilir. Əgər həqiqətən də onlar səbəb olubsa buna. İkinci sualınıza qalanda isə, əgər uşaq hətta belə bətində ölüb düşsə, uşaq əgərlərim 4 aydan yuxarıdırsa, o uşaq yuyulur, kəfənlənir və həmçinin də cənazə namazı qılınır və sonra isə qəbirstanlıqda dəfn olunur və həmçinin də ki, ona ad da qoyulur bəzi alimlərə görə. Amma 4 aydan əvvəl olubsa, bu halda o nə yuyulmur, nə də ki, cənazə qılınmır. Çünki o hələm bir parça ət və yaxud da qan sayılır. Sizin halınızda isə əgər tamamilə parçalanıb, xırda-xırda çıxardılıbsa o halda o artıq yuyulmağı ola bilməzdi. Amma Allah daha doğrusunu bilir, cənazə namazı qılına bilərdi. Allah daha doğrusunu bilir.